bütün şəhər sakinlərinə fərqli suallar verdik. Görək şəhər sakinləri suallarımızı necə cavablandırdılar. Həyatımda mən ən çox ilhamlandıran hadisə mən 13 yaşımdan çalışmağımdır. Özüm öz ayaqlarının üstündə durmağı bacarmağım və 13 yaşımdan çalışaraq artıq mən ikinci təhsili alıram. Birinci təhsil İqtisad Universitetinin bank işi, ikinci təhsil isə Qərbi Kasp Universitetinin Maliyyə Fakültəsində oxuyuram və buna özüm nail olmuşam. Və bunların içində də mən İlhamlandıran ən çox cəhət mən özüm çəkilişlərdə, reklamlarda iştirak eləməyimdir. Yəni özüm öz sayəmdə olmuşam buna nail və Bəygəlin best model kimi fəaliyyət göstərməyim. Həyatımda ilk olaraq belə deyim ki, iş yerində gördüyüm, çəkdiyim əziyyətin zəhmətini dəyərləndirərək menecer olmağım həqiqətən də mənə stimul verdi həyatda. 2019-cu ildə mən əskərlikdə olanda bizim hərbisə komandiri var idi, Vüsət Xaniyev. O 2020-ci ildə ikinci Qarabağ müharibəsi başlayan dövrdə ilk özünü qabağa atanlardan biri oldu və yara aldı. Və müharibə bitəndən sonra mən onun yanına getmişdim, qonaq kimi. Və onun bizə dediyi cümlələr, hərbidə olduğum müddət, onun bizə verdiyi məsləhətlər müharibə dövründə belə deyim, yararlı bir səbəblərə gətirmişdi və o insan mənə çox böyük bir ilham verir. Yurt dışında, evet yurt dışında, Belarus Minsk'te kaybolmuştum ve birçok çıkmazımı kendi kendime çözebildim, yolumu bulabildim diyebilirim. Bir dəfə evdə oturmuşdum. Ağlıma bir dənə proyekt gəldi. Eşkıya Dünya Hükümdar Olmaz dizisi vardı, serialı. Onu izləyirdim. Dedim aktyor olacağım və oldum. Bəli. Getdim Eşkıya da çəkildim Türkiyədə. Həyatda övladlarımın dünyaya gəlməsi mənə ilham verib və demək olar ki, bütün iş həyatımı, təhsil həyatımı yenidən qurmuşam. Mənə hadisə o ilham verib ki, mən ən böyük muhacim odur ki, Ermənistan ordusu Azərbaycanın işğal olunmuş torpaqlarını işğal elədi. Və çox sağ olsun ki, Ali Başkomandanımız 2020-ci ildə səfərbərlik sərəncamı verdi elədi. Və mən özüm də müharibədə iştirak etdim, torpaqlarımız geri qayıtdı. O mənə ilham verdi, torpaqlarımız geri qayıtmaq. 29 yaşında tələbə olmağım mənə daha çox ilham verib. Çünki oxumağın yaşı olmadığını sübut etmiş kimi sayılırım. I see the crystal raindrops fall and the beauty of it all when the sun comes shining through to make those rainbows in my mind. When I think of you sometimes I want to spend some time with you, just the two of us. We can make it if we try, just the two of us, just the two of us. Yaxşı nəticələrə nail olmaq istəyən, yəni türklər demiş, hər tuşa basan, yəni hər cür işdə işləyən bir Azərbaycan gəncisi. Pozitif fikirli bir insan, belə deyim. Hayatımdaki tek cümlem yokluk ve mücadele üzerine geçen bir yaşamım oldu ama şu an mücadeleyi kazandım. Səssiz amma sürətli. Faydalı olan hər işdə özümü görürəm. Həyatımı bir cümlələ o cür ifadə edirdim ki, mən çox şükür ki, Azərbaycan bozqurd canavarı oğlanlarım və vətənpərvər olan. Mütəmadi olaraq keşməkeşli, səhiyyə problemləri və eyni zamanda da mübarizə ilə həyatı yaşamaq. Mənim hal-hazırda 5-6 dənə məqsədim var və ən çox çatdığım məqsəd ailə qurub xoşbəxt bir ailə sahib olmaq.
Şu an hayatımda birçok matematikle ilgili uzmanlık çalışmalarımı yaptım. Şimdi Antalya'da yaşıyordum. Artık Bakü'de yaşamak gibi bir hayalim var. Onun için savaş vereceğim. Bir okul var. Onunla anlaşmaya çalışıyorum şu an. Özel bir okul. Ən böyük arzum Hollywood filmlərində oynamaq. Bir rol almaq. Ümumiyyətlə bütün dünyada insanların hamısının əlinin rahat çata biləcəyi sağlam qidanın olmasına və sağlamlıqlarına zərər vura biləcək bütün amillərin yox olmasına istəyərdim. Öz ixtisasımda daha çox irəliləmək istəyərəm. Ən böyük məqsədim budur ki, ixtisasımı daha peşəkar olan Avropa ölkələrindən birində, Avropa universitetlərinin birində peşəkar insanlardan təhsil almaq istəyirəm. Bunun üçün də əlimdən gələni edəcəm.